Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Ümid edirəm ki, işləriniz yaxşı gedir. Biz artıq YouTube-da başlayırıq yavaş-yavaş. Mənim Instagramda söz verdiyim kimi psixoloji tutum mövzusuna toxunmağa. Yəni hər yay, məsələn, keçən yay o qadın vebinarları var idi. Biraz daha belə sevgi münasibətlər üstündə fokuslanmışdıq. Bu yayda nədənsə bilmirəm, içimdən elə keçir ki, psixoloji tutum mövzusunu və potensial mövzusunu daha çox işləmək istəyirəm və düşünürəm ki, bu elə bir mövzudur ki, siz hara getsəniz sizə deyəcəklər ki, psixoloji tutumun artmalıdır, odur, budur, filan şey filan cürə olmalıdır. Amma hər kəsdə o zehində sual yaranır ki, bu psixoloji tutum nədir və necə artırılır? Triklər deyir, nedir, nasıl yapılır? Göstərin bilək, biz də gedək onu artıraq, düzdür? Biz bunu işləyəcəyik YouTube-da. Mən bilmirəm sizin xoşunuza gəlir yoxsa yox, amma mən sevirəm ki, bir mövzunu götürüb, yəni onu fərqli-fərqli platformalarda daha belə strukturlu formada işləməyi. Psixoloji tutumu real praktikalarla artırmaqla bağlı bizim 11 iyun tarixində Naomi webinarımız olacaq, onu bilin. Əgər yəni real şəkildə mən bu psixoloji tutumu necə artırım, həyatıma daha çoxunu necə gətirim sualına cavab tapmaq istəyirsinizsə və bunu sadəcə fərqindəlik səviyyəsində saxlamaq yox, yəni mən düşünürəm ki, o webinara gələnlər artıq fərqindəliyi olan, amma bu biliklərini real praktikalara tökmək lazım olduğunu bilən insanlar olmalıdır və siz də əgər o insanlardan birisinizsə, o zaman 11 iyun Naomi psixoloji tutum webinarına qoşula bilərsiniz. Onu da indidən deyim, amma yerlər məhdud olduğuna görə mən heç bilmirəm ki, siz bu videonu nə zaman izləyəcəksiniz və nə zaman, həmin o zaman qeydiyyat açıq olacaqmı, olmayacaqmı, mütləq şəkildə çalışın ki, Instagram profilimdən və yaxud da ki, Telegramdan baxıb elanı görüb, varsa əgər elanı görüb qeydiyyatdan keçəsiniz. Əgər sizin məqsədiniz artıq bu qədər biliyi bir ortalığa çıxardıb bir real bir praktikaya tökməkdirsə. Dedik ki, psixoloji tutumdan danışacağıq və bunu mən 2 video halında planlamışam və ilk videoda istəyirəm ki, sizə çox önəmli bir məsələdən danışım. Hansı ki, ümumiyyətlə psixoloji tutumu qoyun bir qırağa, bir çox insan bu bataqlığın içərisindədir bu dəqiqə. Hansı insanlar ki, bir var o deyir, fərqində olmayan insanlar, öz üstündə işləməyənlər və s. Onları qoyaq bir qırağa, öz üstündə işləyənlərin düşdüyü dəhşət böyük bir tələb var və mən düşünürəm ki, buna düşmək o qədər asandır ki, yəni biz bunun fərqində olmuruq ki, biz düşünürük ki, mən çox fərqində insanam, o kursa gedirəm, bu kursa gedirəm, o psixoloq sənin, bu coach mənim, hər yerdə varam, bu qədər məlumat, amma həyatımda sanki irəliləyiş yoxdur. Demək ki, fərqindəlik yetmədi deyə düşünürəm. Əslində bir tərəfdən çünki fərqindəlik hələ bir o mərhələyə gələnə qədər bizim atmamız gərəkən müəyyən addımlar var. Baxın, elə bir ki, bu bilirsiniz nəyə bənzəyir? Yuxu içərisində yuxu. Yəni birindən bir var o qeyri-fərqindəlik, tamamilə belə həyatı belə yaşamaq. Bir də var ki, gözünüz açılandan sonra ətrafda bir şeylər görürsünüz axı, düzdür? Bu dəfə də o gördüklərinizə əsasən həyatınızı qurmaq. Yəni elə fikirləşin ki, bəzi insanlar olur, məsələn, anadan gəlmə gözlərində qüsurlar olur və görmürlər, düzdür? Və bu insan, məsələn, 20 il, 30 il bu şəkildə yaşayır, düzdür? Buna öyrəşir. Və ondan sonra bir texnologiya, bir şey gəlir, o insanın gözləri açılanda, indi də o insan, çünki o artıq qaranlıqda bilirdi necə yaşayır, düzdür? İndi artıq işığa çıxıb, yəni sanki siz çıxdınız fərqindəliyə, indi də o işığın içərisində o necə yaşamalıdır, onu tapmaq lazımdır. Və bunu tapa bilməyən insan üçün əslində qaranlıqda yaşamaq çox daha rahat idi, çünki onu öyrəşmişdi. Bunu belə düşünməyinizi istəyirəm. Yəni yuxu içində yuxu. Çünki bugünkü mövzumuz illüziyadır və çabalama illüziyasından danışacağıq və mən çabalama illüziyasını elə ən qəşəng o yuxu içində yuxu mövzusuna çox bənzədirəm. Nədir çabalama illüziyası? Bununla bağlı Instagramda bir Reels paylaşmışdım və o Reels'da da danışmışam bu barədə. Orada bir ödənişsiz hətta fayl da var. O faylı əldə edə bilərsiniz həmin Reels'a şərh yazaraq, amma oradan bura gəlmisinizsə, artıq bilirsiniz ki, yəni çabalama illüziyası tam olaraq nəyə bənzəyir və müəyyən etaplarla necə biz ondan xilas ola bilərik, amma biraz daha detallı burada danışım sizə. Baxın,
Kurslara getdik, onu oxuduq. Dediyim kimi, o psixoloq sənin, bu coach mənim, bütün günü fərqindəlik, üstünə fərqindəlik. Artıq mən ətrafımda sanki hər kəsi bir coach, psixoloq səviyyəsində görürəm. Yəni bəzən olur ki, bir izləyici gəlib mənə elə bir sual verir ki, deyirəm ki, ay belə bir şey də var imiş, heç mənim xəbərim yoxdur. Çünki hamısında olub da, yəni o nə bilim, hər coachun hər cürə proqramında, hər cürə seansında, hər şeydən istifadə edib, amma ortada nəticə yoxdur. Nəyə görə nəticə yoxdur? Və mən bunu bağlayıram, fərqindəliyi də qoyun qırağa, birbaşa bağlayıram çabalama illüziyası ilə. Çabalama illüziyasında bu mən də bunu yaşamışam bu arada, çox yaşamışam və hər anda yenə yaşama ehtimalım var deyə daima o fərqindəliklə yaşayıram ki, çabalama illüziyasının içərisinə düşməyim. Baxın, bu illüziyanın içərisində olanda biz elə bilirik ki, bizim bir hədəfimiz var və o hədəfə doğru biz çoxlu addımlar atdığımızı zənn edirik. Yəni günün sonunda yatağımıza çox yorğun gedirik ki, bu gün də onu elədim, alınmadı, bu gün də bunu elədim, alınmadı. Yəni elədim, amma alınmadı. Amma əslində elə işin illüziya tərəfi də odur ki, biz realda demək olar ki, çox da bir şey etməmişik. Amma zehnimiz onu bizim üçün şişirdir edir dağ boyda ki, sən bugün, məsələn, iş axtarırsınız, 3 dənə yerə CV göndərdin. Gör, bu çox yoruldu. Get bir dənə seriala bax, dincəl yat. Yatanda da denən ki, mən çox yerə CV göndərdim onsuz da, amma şirkətlər, nə bilim, Azərbaycanda işsizlikdir, şirkətlər işçi götürmür və s. Bitdi. Və yaxud da ki, nə bilim də, qoşuldum bir seminara, qoşuldum bir webinara, dinlədim, notlar aldım, 3 gün notu oxudum, bir webinarı 5 dəfə izlədim. Da mən hazıram, full fərqindəyəm. Sən artıq hər şeyi etdin. Yox, sən hər şeyi etmədin. Sən sadəcə bir fərqindəlik qazandın. Bəs bunun ardı, bəs bunun həyata keçirilməsi, bax bizim illüziyamız orada başlayır. Hətta mən sizə belə bir nümunə verim, elə lap özümdən çox səmimi bir nümunə verim ki, mən səhifəmi yeni açanda, Instagram səhifəmi, yəni öz işimin keyfiyyətinə çox güvənərək Instagram açmışdım və bir müddət sonra başladım özümə fikirləşməyə ki, mən sanki yetəri qədər dəyər görmürəm bu platformada, nə bilim, heç mənim izləyicim də elə çox artmır, yox, deyəsən insanlar mənim qədrimi bilmir. Belə bir düşüncə gəlmişdi mənə, çünki verdiyim məlumatın keyfiyyətindən əminəm, bilirəm ki, mənim, nə bilim, bəzən ödənişsiz bir proqramımda, bir adi bir podkastda dediyim məlumat başqa yerlərdə 300-500 manata satılır. Demirəm, məndən götürüb edirlər, amma yəni bu məlumat məndə ödənişsizdir. Çünki mən düşünürəm ki, bu elə də wow bir məlumat heç deyil, amma bir başqası onu çox dəyərli şəkildə 300 manata satır, düzdür? Və mən dedim ki, deyəsən mən yetəri qədər dəyər görmürəm, deyəsən mən görünmürəm, deyəsən Instagram mənlik deyil. Bax, belə bir illüziya. Sonra bilirsiniz nəyin fərqinə vardım? Özümü bir çimdiklədim ki, sən axı görünmək üçün nə etmisən ki, nə qədər bir şey etmisən ki, cəmaət gündə, nə bilim, 3 dənə video paylaşır, 5 dənə reels paylaşır, hər tərəfdədirlər, yəni mən çox kontent izləyən biri deyiləm, amma əgər mənim belə diqqətimi çəkirsə ki, bu adam nə qədər şey paylaşır, demək ki, bu insan hər yerdə var. Sən onun qədər bir şey edirsənmi ki, sən düşünürsən ki, sən çabaladın, sən çox şey verdin, amma qarşılığında heç nə almadın. Baxın, çox real, səmimi bir nümunə deyirəm. Yəni mənim zehnim məsələn orada məni o illüziyanın içərisinə salmışdı ki, deyəsən sən çox işlədin, çox verdin, amma heç nə almadın qarşılığında. Sənin dəyərini bilmirlər. Sən rahat ol, yəni sən əlindən gələni etdin. Xeyr, mən əlimdən gələni etməmişəm. Mən, nə bilim, həftədə bir dənə paylaşım edirəmsə, başqası hər gün paylaşım edir. Əlbəttə ki, aramızda fərq olmalıdır. Baxın, bax, çabalama illüziyası tam da belə bir şeydir. Tam da belə bir hissdir. Və mən baxıram ki, işlədiyim insanlarda da bunu görürəm ki, o deyir ki, münasibətim üçün o qədər əlləşdim, çalışdım, alınmadı. Və baxırıq ki, əlləşib çalışdığı dediyi şeylərin 95%-i zehninin içərisində olub. Zehninin içərisində vurub, çarpıb, bölüb, onu edib, bunu edib, qarşı tərəfin heç xəbəri yoxdur bu eforların bir çoxundan. Nə bilim, iş üçün deyir, pul qazanmaq üçün onu etdim, bunu etdim. Baxırsan ki, etdiyi şey nədir? Bir dənə səhifə açıb, 3 dənə post paylaşıb, izlənməyincə videolar və s. deyib ki, mənlik deyil, mən çox çalışdım, çox yoruldum. Bu videonun üstündə 5 gün çalışdım, heç kim baxmadı və salam, mən çıxıb gedirəm. Baxın, bunlar hamısı çabalama illüziyasıdır. Çünki real addım, hərəkət odur ki, mən götürürəm buna, deyirəm ki,
Bir dəfə vurdum. Bunu mənim qaynatam həmişə deyir və çox xoşuma gəlir onun nümunəsi. Deyir ki, bir dəfə vurdun, alınmır, sonra vurdun. Eyni nöqtəyə bəlkə 100 dəfə vuracaqsan, 101-cidə alınacaq bu. Bunu həmişə qaynatam nümunə gətirir. Nə bilim belə oturanda, söhbət edəndə və yaxud da yoldaşıma bunu deyib və yoldaşım da bunu tez-tez özünə xatırladır. Mən də çox bəyənirəm bu nümunəni. Bax, budur. Yəni bir var ki, mən 2 dəfə, 3 dəfə nəsə bir şey, məsələn siz bir pul qazanmaq istəyirsiniz, gedirsiniz bizneslə bağlı təlimlərə girdiniz, satış necə edim, öyrəndiniz və zehniniz proses ərzində də sanki yorulur və sizə deyir ki, çox yorulduq, biz hər şeyi də öyrəndik, nəticə yoxdur. Və bax, bu olur bizim nəyimiz? Çabalama illüziyamız. Arxada da tufan qopur bu arada. Siz görmürsə, pəncərədən baxıram. Çoxlu belə yağış yağır. Maraqlı belə romantik bir abu-havadır deyəcəm. Hə, bax, bu belə. İndi baxın, siz mənə sual verə bilərsiniz ki, bəs yaxşı, bu çabalama illüziyasının fərqinə varmanın ən rahat yolu nədir? Dedim, axı, fərqindəlik, içində fərqindəlik, yuxu içində yuxu kimi bir şey. Bunun məncə ən yaxşı üsulu ondan ibarətdir ki, sadəcə baxasınız ki, bir var məşğuliyyət, baxın, bir də var real addım. Məşğuliyyət çabalama illüziyasıdır. Real addım isə onun müəyyən nəticələri olur, o sizə bir yol göstərir və siz də oradan gedirsiniz. Məşğuliyyət nədir? Məsələn, kursa getdim, nə bilim, proqrama qoşuldum. Bunlar məşğuliyyətdir hamısı. Amma sən o, nə bilim, biznesi açdın və yaxud da ki, o səhifəni açdın, nə bilim, münasibətdə problem var, getdin yoldaşınla danışdın, o qaynatamın sözü kimi bir dəfə vurdun, 2 dəfə vurdun, ikinci vuruşda gördün ki, nəsə yaxşı vurmuram, biraz istiqaməti dəyişdin, üçüncüdə vurdun, sonra baxdın ki, nəsə çox sərt vurmuram, biraz da sərt vurdun, 4 dəfə, 5 dəfə, bax, budur. Yəni, çabalama, bu artıq, bəli, illüziya deyil, bu artıq real addımdır. Amma sənin o zehnində bütün günü danışdıqları, nə bilim, məsələn, mənə deyirlər ki, sizin filan webinara 10 dəfə baxmışam. İstəyirsən 90 dəfə bax, bunun heç bir önəmi yoxdur. Sən mənim o webinarda danışdığım heç nəyi yoxlayıb real həyatda, belə olmadı, bəlkə bunu belə eləyim, bəlkə belə olsun, o 100 dəfə, 90 dəfə, 1000 dəfə yoxlamayandan sonra bu sadəcə sənin çabalama illüziyandır. İstədim ki, bunu sizə deyim və yəni psixoloji tutumu qoyaq bir qırağa, çox insan heç o mərhələyə hələ çatmayıb baxı. Hələ o çabalama illüziyasının içərisində, yəni müasir dövrün şəxsi inkişaf xəstəliyidir buna ki, hər kəs fərqindədir, hər kəs ekstrem səviyyədə. Sanki dediyim kimi bir yuxudan oyanmışıq, amma başqa bir yuxunun içərisindəyik və əslində oradan da oyanıb reallığa keçməyə lazımdır. Bunu istədim ki, sizə çatdırım. Dediyim kimi biz Neomi webinarında bunu, Neomi, yəni yeni mən, webinarında bunu işləyəcəyik və Neomi webinarında sizə fərqindəliklər qazandırmayacağım bir növ. Çünki zaten o webinara gəlirsinizsə, demək ki, fərqindəsiniz və biz sizi bir yuxudan oyandırıb ikinci etapa keçirtməliyik. Yəni fərqindəlik yuxusundan da oyandırıb real addım atma mərhələsinə keçirtməliyik və düşünürəm ki, o webinara gələn insanlar artıq fərqindəliyi olan, amma onu necə praktikaya qoymağı bacarmayan insanlardır və mənim də bu dəfə hədəfim məhz o insanlarla işləməkdir və əgər siz də istəyirsinizsə ki, bugünə qədər öyrəndiklərinizi artıq bir təcrübəyə qoyasınız, artıq bir həyatı yaşayasınız, nəinki çabalama illüziyasının içərisində itib batasınız, o zaman Neomi webinarında sizi gözləyirəm. 11 iyun canlı şəkildə 2 saat deyə düşünürəm, amma hələ özüm də bilmirəm ki, 2 saata necə sığışacağıq, baxacağıq və çalışacağam ki, əlimdən gələn qədər sizə real praktiki addımları verim və təbii ki, bu çoxunuzun xoşuna gəlməyə bilər. Bir çoxunuz o webinarda yoxlayıb qala bilərsiniz. Çünki orada real oturub fərqindəlik fəlsəfədən yox, konkret real, bax bunu edirsən söhbəti gedəcək və hər kəs üçün deyil təəssüf ki, bu webinarda, amma sən əgər özündə o gücü, o potensialı görürsənsə və bir yuxudan da ayılıb, artıq birindən ayrılmısan görməyənlərdən, gəlmisən, olmusan, gözünü açan və görən, düzdür. İndi də bu gördüklərinin içərisində nə etmən gərəkdiyini artıq bilmək istəyirsənsə və çabalama illüziyasından, yuxusundan çıxmaq istəyirsənsə, o zaman Neomi webinarında görüşərik. Bu videonun ardı da var, onu da növbəti həftə mütləq şəkildə izləyin.